Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Rəhmət, bərəkət dolu Şaban ayımız, cümə günümüz, gözəl günlərimiz hər birimizə mübarək olsun. İlk növbədə özümə və sizə ilahi nemət olan təqvanı tövsiyə edirəm. Allah bizləri təqvalardan qərar versin inşallah. Bu günlər Şaban ayının rəhmət, bərəkət dolu günləridir. Bəzi mənbələrdə dünənki gün, bugünkü gün Cənab-ı Əli Əkbərin mövlud günləridir. Qarşıda bizi 12-ci imamımızın mövlud günləri gözləyir, Nimə-i Şaban gözləyir. Allah bütün bu günləri, saatları, bayramları hər birimizə mübarək eyləsin. Bu günlər ki Şaban ayındandır. Peyğəmbər Rəsulü Xuda buyurub ki, bu ay mənim ayımdır. Bu günlər Kərbəla qəhrəmanı, Kərbəlanın, İslamın, Aşuranın, Peyğəmbər xandanının ən cavan şəhidlərindən, qəhrəmanlarından biri olan Həzrəti Əli Əkbərin mövlud günləri. Bir Əli Əkbər ki, şibhi Peyğəmbər, Peyğəmbərə çox oxşayardı. Danışığı ilə, əxlaqı ilə, ədəbi ilə, zahiri görünüşü ilə Peyğəmbərimizə çox oxşayardı. Bütün cavanlara, gənclərə nümunə olan bir şəxsiyyət idi Həzrəti Əli Əkbər. Həzrəti Əli Əkbərin mövlud günləri bizim cavanlarımız üçün bayram gündür, gənclər üçün bir gündür ki, gənclər, cavanlar Həzrəti Əli Əkbərin həyatını öyrənərək özləri üçün örnəklər, nümunələr götürsünlər. Çünki Peyğəmbərlər bizim üçün örnək olublar, nümunə olublar və Peyğəmbərin əhl-i beyti və onun davamçıları məhz Əli Əkbər ki, yenə deyirəm, xuluqən, nitqən Həzrəti Rəsullah'a oxşayırdı, nitqi ilə, əxlaqı ilə, zahiri ilə, davranışı ilə, hərəkətləri ilə. O da həm gənclərimiz üçün, həm bütün insanlıq üçün, bəşər üçün bir insanlıq nümunəsi idi. Qəhrəmanlığı, igidliyi, Kərbalada göstərdiyi şücaət, heç nədən ölümün gözünə dik baxaraq. Biz indi Əli Əkbəri hər dəfə biz danışmışıq, söhbət eləmişik Əli Əkbərlə bağlı mövludlarda, xüsusən Aşura hadisəsində Əli Əkbərlə bağlı ayrıca bir məclisimiz olub. Əli Əkbər həm də ona görə yaddaşlarda qalıb, bizim şəhidlərimizin həyatına da baxanda sanki Əli Əkbərə bənzər çox şəhidlərimizin həyatı var. Cavan idilər, evlənməmişdilər, subay idilər, valideynləri onların toylarını görməmişlər, o toy həsrəti ilə. Onlar amma vətəni gözlərinin önünə aldılar, torpaqlarımızı, işğalda olan torpaqlarımızı gözlərinin önünə alıb, məhz Əli Əkbərdən, Həzrəti Əli Əkbərdən nümunə götürən cavanlarımız, gənclərimizdir. Və Həzrəti Əli əleyhissalam da Peyğəmbər xandanının ən cavan, gənc bir qəhrəmanı idi ki, onun da atası, anası, valideynləri onun üçün qarşıda toy tədarişləri görəcəkdilər, övladlarını evləndirmək hər bir ata-ananın istəyidir, arzusudur. Amma Əli Əkbər Kərbalada elə bir fədakarlıq, elə bir qəhrəmanlıq göstərib ki, biz çoxlarımız deyəndə ki, bugün və dünən, yəni Kərbala hadisəsində nə qədər keçib aşırı, yaxud da ki, Həzrəti Əli Əkbərin mövluduna nə qədər vaxt keçib. Bizlər Həzrəti Əli Əkbəri görməmişik. Baxın, onlar elə bir iş görüblər ki, elə bir qəhrəmanlıq, fatih işlər görüblər ki, həm ədəbləri ilə, həm danışıqları ilə, həm davranışları ilə Əli Əkbərin tək, məsələn, biz deyək ki, şəhidlik məqamı yox. O ailədə atasına, anasına qarşı olan ədəbi, əxlaqı, valideynlə övlad münasibətləri üçün bir nümunə bir cavan idi, bir gənc idi. Onu edirəm, cavanlarımız, gənclərimiz Əli Əkbərin həyatını oxusunlar. Yəni orada onun qəhrəmanlığı özəl, şəhidliyi özəl bir məqamdır. O Kərbala hadisəsində düşmənlə üz-üzə gələndə tarixdə yazıblar ki, İmam Hüseyin əleyhissalam hər kəs ki izin istəyirdi Kərbalada Aşura günü döyüşə geçsin, İmam Hüseyin əleyhissalam bir qədər fasilə verirdi. Sanki bir qədər söhbət edirdi, danışırdı. Bəni Haşimdən ilk döyüşə qatılan Həzrəti Əli Əkbər idi.
Və Həzrəti Əli Əkbər gəlib atası İmam Hüseyn əleyhissalamdan izin istəyəndə, döyüş izni istəyəndə Həzrəti İmam Hüseyn əleyhissalam onu söhbətə tutmur, onunla danışmır və ona izin verir. İzin verir və bir neçə qədəm getdikdən sonra ona baxır, nəzər edir. Baxır, görür yerişi, duruşu, davranışı eynən Həzrəti Rəsulullah. Hətta deyir, döyüş meydanına gedəndə düşmən, Ömər Sədin düşməni elə bildilər ki, Peyğəmbər gəlir. Yəni, belə bir vahimə yarandı. Neçə nəfəri cəhənnəmə vasil edir, orada sonra özü də qəhrəmancasına şəhidi mərtəbəsinə uzaldı. O şəhid oldu, dini yaşatdı, Qur'anımızı yaşatdı, Əhl-i Beyti yaşatdı, şəhidlik məktəbini yaşatdı və şəhidin dəyərini bəziləri düşünə bilmirlər, dərk edə bilmirlər. Bax, biz Həzrəti Əli Əkbəri sevməyimizin bir neçə məqamı var. Bir, Peyğəmbər xandandandır, Əhl-i Beytindəndir, davranışı, əxlaqı, ədəbi və şəhidlik, qəhrəmanlıq məktəbi. Bütün bunları özündə cəm edən, ehtiva edən Həzrəti Əli Əkbər, Allah öz Allahlığı xatirinə bu cavanlar ki, müşkilləri var, sıxıntıları var. Bu qapıya gəlmişik, bir yerdə ki, Həzrəti Əli Əkbər zikr olunursa, bilin ki, özü orada hazırdır. Bizim inancımız budur. Biz hacətlərimizi, istəklərimizi ona təqdim edirik. Bu cavanlar, Allah Teala, mən həmişə deyirəm, bunları yerin göyün bəlasından hifz etsin. Allah Teala bunları Cənab-ı Əli Əkbərlə məşhur eyləsin. Həqiqətən Allah Teala mələklərin yanında belə bəhbəh deyər, fəxr edər. Kimlə? Cavanla. Hansı cavanla? Bir cavan ki, bir gənc ki, ibadət edər. Gənc yaşlarında, cavan yaşlarında ibadətlə məşğul olar. Allah Teala bu cavandan, bu gəncdən ondan xoşu gələr. Mələklərə deyər, baxın mənim bu cavanıma, bu gəncimə ibadət itaatlə məşğuldur. Hansı ki, o cavanlar maşallah edə bilərlər. Bəzi cavanlar ki, hansı ki, hələ də hidayət olmayıblar, eyş işrətlə, nəfsi istəklərə uya bilərlər, həvai həvəs, fisk-i fücur və s. Amma o cavanlar ki, ibadətə başlayıblar cavan yaşlarından, gənc yaşlarından, Allahın o cavanlardan çox xoşu gələr. Vallahi hətta mələklərinə görsədər ki, o cavanları ki, baxın, gör necə ibadət edir mənim bu cavan, gəncim, abidim. Allah Teala buyurur ki, o cavan edə bilərdi, öz nəfsi istəklərinə tabi olsun, amma o cavan nəfsi istəklərini ayağının altına alıb, Allahı seçdi, Qur'anı seçdi, Peyğəmbəri seçdi, Əhl-i Beyti seçdi, məscidi seçdi, namazı, orucu, həcci seçdi. Yəni, bütün bunları insan seçməklə o cavan, o gənc, görün, nə qədər nəfsi istəklərini özündən uzaqlaşdırır. İndi bəzən biz danışırıq, nəfsi istəkdən uzaqlaşmaq hər insan işi deyil. Yaşlı insanlar var ki, görürsən ki, duruşunu, davranışını, danışığını bilmir, elə hərəkətlər eləyir ki, ona yaraşmır. Yaşlı insanlar var. Nümunəvi o qədər yaşlı ağsaqqallarımız var ki, bizlər üçün örnəkdir. Amma cavanın gənc yaşında, burada cavanlar ki, əyləşiblər, o nəfsi istəklərinə, o günahlardan, günah məclislərdən uzaq olması əlbəttə ki, təqdirə layiqdir. Çünki Allah hədis-i şərifdə buyurur ki, Allah Teala bunları xüsusi qiymətləndirir, dəyərləndirir. Yəni, sizin Allah qatında belə bir dəyəriniz, belə bir qiymətiniz vardır. Və Əli Əkbər də nümunədir bizim gənclər üçün. Yəni, hər insan özü üçün bir qəhrəman, bir igid axtarır. Baxın, o qəhrəmanlar, o igidlər ki var, belə o köpüğün, suyun üstündə olan köpük ki var, sonra yox olur, gedir. Görün, onlardan bir əsər əlamət qalıb. İndi 1500 ilə yaxındır ki, Həzrəti Əli Əkbərin mövluduna bizim məsafə ayırır, görməmişik o insanı. İnsanlar görür, necə eşqlə, məhəbbətdən, sevgi ilə onu istəyirlər, dinləyirlər, həyatını araşdırırlar. Amma bugün hər bir insan öz həyatına baxsa, cavanlar var ki, məsələn, müəyyən peşə sahibləri, məsələn, hansısa bir uğur əldə ediblər, onu özləri üçün qəhrəman sallar. Sonra görürsən ki, onlar yox oldu, yaddan çıxdı. Bir müddət elə bil dəbdə olurlar, sonra unudururlar. Amma Əli Əkbər həqiqətən böyük bir örnək nümunə idi. Allah Teala onun mövludunu bizim gənclərimizə mübarək, bərəkətli eləsin. Və Həzrəti Əli Əkbərin adı Əli idi. Bilirsiniz, İmam Hüseyn əleyhissalamın övladları Əli Əkbər, Əli Əvsad, Əli Əsqər. Əli Əkbər, böyük Əli, yəni Həzrəti İmam Hüseyn əleyhissalam Əlinin aşığı idi. Əli adının aşığı idi.
Mən neçə dəfələrlə danışmışam, siz də eşitmişsiniz. Hz. İmam Hüseyin əleyhissalama sual veriləndə ki, niyə övladlarının üçünün adını Əli qoymuşsan? Deyir, əgər 10, 50, 100, neçə oğlum olsa, hamısının adını Əli qoyaram. Əli olan eşq, Əli olan məhəbbət, Əli olan sevgi və Hz. Əli Əkbər Hz. İmam Əli əleyhissalamdan dərs alıb. La fəta illa Əli, la seyfə illa zülfiqar. Nə buyurur hədisdə? Buyurur ki, Əli kimi cavan, gənc yoxdur, qəhrəman yoxdur, igid yoxdur. Zülfiqar kimi də qılınc yoxdur. Bax, o döyüş qabiliyyətini, o qəhrəmanlığı, o igidliyi Hz. Əli əleyhissalamdan öyrənib, əmisi Əbəlfəzaqadan öyrənib. Bizim əqidə, etiqad bəslədiyimiz Əli Əkbər belə bir nümunədir. İndi biz Əli Əkbərin həyatından danışdıq, söhbət elədik, dedik. Həqiqətən sizlərə də borcdur ki, açın kitablarda, yaxud sosial şəbəkələrdə Hz. Əli Əkbərin həyatını öyrənin, yaddaşlarınızda saxlayın. Onun həm dünyaya gəlməsi, mövludu, bəzi mənbələrdə var 18 yaşı, 19 yaşı, 20 yaş, 23 yaş, 25 yaş. Yəni, belə yaşlar deyilir. Allah bizim, yenə deyirəm, bizim şəhidlərimizi elə Əli Əkbərdən məşhur eyləsin. Şəhid doğmalarını, əzlərinə səbri cəmil nəsib eyləsin inşallah. İnşallah ki, Hz. Əli Əkbərdən danışdıq ki, hər cümə xütbəsində, cümə xütbəsi edən xətiblərə, alimlərə, ruhanilərə baxın, o din xadimlərimiz burada bir söz işlədirlər ki, əvsikum ibadillah və nəfsi bitəqballah. Özümə və ibadət edən qardaşlara, möminlərə təqvalı olmağı tövsiyə edirəm. Bax, Əli Əkbər bir təqva nümunəsi idi. O cavanlar ki, o gənclər ki, bugün ibadət edirlər, öz nəfslərinə, nəfsi istəklərinə güc gəlib, Allaha səcd edirlər, ibadət edirlər. Bax, o cavanlar Allah qatında ən bəyənilmiş cavanlardır, insanlardır. Cavan bayaq dedim, qeyd elədim, məscidə gəlir, cüməyə gəlir, namaza gəlir, oruç tutur, ziyarətə gedir, həccə gedir. Məsələn, bəzi cavanlarımız var, həccə gedirlər, digər ziyarətlərə gedirlər. Yəni, cavan vaxtından artıq o bütün qadağaları özü üçün bir hasar kimi qoyur ki, mən həccə getdim, bəs nəfsi istəklərimdən çalışacağım, bacaracağım qədər uzaq olacağım. Və yaxud ehsanlar edirlər, bugün bəzi cavanlar var, salih işlər görürlər, zikirlər, tövbələr edirlər, istiğfar edirlər. Xoş o cavanların halına. Maşallah, siz cavanlar da ki, bizim məscidi, əzizləri, doğmaları ki, gəlirsiniz məscidə, məscidimizə zinət verirsiniz, gəlişinizlə. Allah sizi yerin, göyün bəlasından hifz eyləsin. Çünki hədis-i şərifimiz vardır. Bir hədis varımızdır ki, insanoğlu ondan sorulacaq suallardan biri demək qocalmamış cavanlığının qədrini bil. Bizim yaşlı nəsil ki var, Allah bunların ömrünə bərəkət versin. Bunlar bizim üçün bir nümunədir. Görürsünüz, bəzi yaşlı cəmaatımız artıq yerdə namaz qıla bilmirlər, o digər vasitələrdən istifadə edirlər, namazlarını qılırlar. Bunlar hamısı bu cavanlar üçün bir örnək işdir, baxsınlar. Nə qədər cavansan, qocalmamısan, o cavanlığın qədrini bil, onun dəyərini bil, onu qiymətləndir, onu yaxşı yaşa. Bizim bu cavanlar ki, gəlirlər məscidə, ibadətə, itaətə, bu özü böyük bir örnəkdir, nümunədir. Biz cavanlarımıza nə deyirik? Biz insanlarımıza nə deyirik? İnancı insanlara nə deyirik? Deyirik ki, bu işləri eləmə, bunlardan uzaq ol, pis işlərdən, günah işlərdən uzaq ol, əmr bi məruf, nəhy ənil münkər. Yaxşı işlərə insanları təşviq edirik. Bundan gözəl insanlıq üçün, bəşər üçün bir nümunə, bir din ola bilərmi? Yəni bir nəsihət, bir muizə ola bilərmi? Bunu sizlərin bu şəkildə, məxsusən cavanların bu şəkildə məscidə gəlməsini, bunu bir təqdirə layiq hal kimi dəyərləndirmək əvəzinə bəzi insanlar görürsən ki, bugün din adına, Allah adına, Qur'an adına elə bu sosial şəbəkələrdə sözlər, söhbətlər edirlər, siz gərək ayıq olasınız, cavanlara xüsusən deyirəm, ayıq olasınız. Biz dinimizi, bu yaşlı nəsillər gətirib bugün bura çatdırıblar. Ata-babalarımızın heç bu imkanları olmayıb.
o şəkildə gizli-gizli gətirib çatdırıblar, veriblər bizlərə. Bizlər də artıq sizlərə bunu ötürürük. Sizlər gələ onu qoruyub, burada görürəm, lap cavanlarımızı, gənclərimizi onlara ötürəsiz. Əmanətdir bu, əmanət. Elə bilməyin, gəldim, namaz qıldım, məscidə getdim, yox. Bu cümə namazı, məscid, ibadət, itaət, namaz, bu əhl-i beyt yolu qurun, bu əmanətdir. Biz bu yolu elə qoruyub saxlamalıyıq. Çox təəssüflər olsun ki, bəzən biz ifrata varırıq. Bəzən belə deyək də həddini aşırıq. İçimizdə bəziləri var bilməməzlikdən, elmsizlikdən, din adına çıxış edir və sanki dini o şəkildə təqdim edir. Bir din ki, deyir ki, buyurur ki, asanlaşdır, çətinləşdirmə, sevdir, nifrət etdirmə, bu dinlə gözəl nə var? Bax, sizlər də gərək həyatınızı, bizim cavanlarımız, bizim gənclərimiz, bax, o şəkildə yaşayasınız. İndi tarixdə bəzən olub, Peyğəmbərimizin yanında elə insanlar olub, yaşlı nəsillər. Biz indi Kərbala hadisəsində hər dəfə Həbib ibn Məzahiri misal gətiririk ki, yaşlı bir insan idi, gəldi İmam Hüseyin əleyhissalamın yanında, şəhadət mərtəbəsinə yüksəldi. Biz yaşlı adamlarımızsın, ağsaqqallarımızsın, dua edəndə Həbib ibn Məzahiri misal gətiririk. Yaxud da ki, Peyğəmbərin əmisi Həmzə, Seyid-i Şühada, gəldi şəhidi mərtəbəsinə yüksəldi. Yəni, Peyğəmbərimizin yanında o qədər ağsaqqallar, İmam Əli əleyhissalamın yanında olan səhabələr, o qədər belə nümunələr olub, amma gənclərimiz, cavanlarımız olub. O, müsbət qəhrəman, yaxşı qəhrəmanlar, igidlər, nümunə çəkiləcən qəhrəmanlar, yaşlı nəsil, cavan nəsil, qadınlardan, xanımlardan ki, olub, amma çox təəssüflər olsun ki, tarixdə bunun əksi də olub. Bu dinin əleyhinə gedən, Qur'anın əleyhinə gedən, Peyğəmbərin əleyhinə gedən, elə hətta Peyğəmbərin sağlığında belə onun ən yaxınları, ən əzizləri görərdin ki, Peyğəmbərimizə qarşı çıxardı. Peyğəmbərimizin özünü, onu sevənləri, onun ardıcıllarını, davamçılarını, onlara hansı işgəncələri verməzdilər, əzab əziyyətləri verməzdilər, daşqalaq edərdilər, yolunun üstünə min cürə maneələr yaradardılar ki, Peyğəmbərə əziyyət versinlər, onu sevənlərə əziyyət versinlər. Siz oxuyun tarixi kitablara, baxın, görün nə qədər bunlara işgəncə əziyyət veriblər. Buradan danışarkən Quran-ı Kərimdə bir surəmiz var. Bəlkə mən üçün də bir maraq çəkdi, bir araşdırdım. Məsəd surəsidir, Əbu Ləhəb, Alov atası surəsi. Peyğəmbərin ən yaxın əzizi olubdur. Amma o Quran-ı Kərimdə çox aznacaqlı vəziyyətdə, pis bir vəziyyətdə, lənət olunmuş bir vəziyyətdə, cəhənnəmlə müjdələnmiş bir vəziyyətdə Quran-ı Kərimdə o zikr olunur. Yazır ki, Quran-ı Kərimdə Bismillahirrahmanirrahim, Təbbət yədə Əbi Ləhəbin və təb, mə əğnə ənhu maluhu və ma kəsəb, səyəslə narən zətə ləhəb və əmrəətu həmmələtəl hətəb, fi cidihə həblun min məsəd. Əbu Ləhəb Peyğəmbərimizin dövründə yaşayır. Peyğəmbərin ən əzizi doğması olubdur. Hamı Peyğəmbərə iman gətirdiyi halda bu Peyğəmbərimizə qarşı çıxır. Quran-ı Kərim buyurur ki, Təbbət yədə Əbi Ləhəbin və təb. Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Əbu Ləhəbin əlləri qurusun, o ölsün. Mə əğnə ənhu maluhu və məkəsəb. Qiyamət günü ona nə mal dövləti fayda verəcək, nə də qazandığı və ya oğul uşağı, heç bir ona fayda verməyəcək. Səyəslə narən zətə ləhəb. O alovlu ateşə girəcəkdir. Və əmrəətu həmmələtəl hətəb. Onun odun daşıyan qadını, övrəti, həyat yoldaşı, arvadı, həmçinin, o da həmçinin ki, Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən, o da cəhənnəmə gedəcək, o da yanacaq, o da öləcək. Fi cidihə hablun min məsəd. Sonra nə buyurur? Onun övrətini, arvadını, həyat yoldaşını boğazından, xurma lifindən hörülmüş ip olacaqdır və ya 70 arşın uzunluğunda zəncir olacaqdır onun boğazında qiyamətin günü. Nümunə gətirdi, dedi ki, Quran-ı Kərimdə bəzən bizə misallar gətirir. Bugün ailə həyatımızda bizə çox lazımdır. Bu cavanlarımız, gənclərimiz
İndi bəziləri subaydır, bəziləri təzə evlənib. Təzə evlənənlər arasında çox böyük problemlər, sıxıntılar var. Artıq o qədər psixoloq yanına gedən görürsən ki, ailələr var, həddin aşıb. Biz indi o keçmiş dövrdə, 30 il bundan qabaq, 40 il bundan qabaq elə ağsaqqallar məsələni həll eləyərlər cavanlar arasında, onu hansısa formada, bu ailələr davamlı dözüm taparlar. Amma bugünkü gündə görsən, gənc nəsil cavanlar, həm qızlarımızda, həm oğlanlarımızda maneələr, bəhanələr ortaya qoyulur ki, oturursan, fikirləşirsən, sən indi təcrübə keçmişsən, bir yaşlı nəslin nümayəndəsisən, deyirsən ki, buna görə adam ailəsini dağılarmı, ailəsindən boşanarmı, ayrılarmı? O səbəbi görəndə insan çox çətin bir vəziyyətdə durur. Odur, sizlər diqqətli olmalısınız. Məxsusən inanclı insanlar, namaz qılan, oruçdan bu sahədə bacardığı qədər səbir göstərməlidir, nümunə göstərməlidir. İndi Allah Quran-ı Kərimdə bu Məsəd surəsində, Əbu Ləhəb surəsində bu kişi ilə bu qadını bizə xatırladır. Amma Quran-ı Kərimdə bəzi ayələrdə görürsən ki, Fironla həyat yoldaşı Asiyanı bizə xatırladır. Bəzən görürsən ki, Hud peyğəmbərlə həyat yoldaşını bizə xatırladır. Bəzən peyğəmbərlərdən onların həyat yoldaşını xatırladır. Yəni Nuh peyğəmbərdən ailəsini bizə xatırladır. Yəni bu kimi nümunələr çoxdur. Bizim üçün ən gözəl nümunə, ülgü peyğəmbər, onun əhl-i beytin nümunəsidir. Məxsusən də Əli əleyhissalam, xanım Fatimə Zəhra salamü aleyha ailəsi ən gözəl ailə modelidir. Ən müasir ailə modelidir. İndi ailə modelləri axtarırlar, necə eləyir, ailələr davamlı tapsın. Həzrəti Rəsulun bir mübarək sözü var, deyir, ya Ali, siz evlənirsiniz, çölün işi kişinin, evin işi xanımın. Aralarında bölürlər, belə bir bölgü. Ola bilər, xanım da işləsin, kişi də ev işlərində kömək eləsin. Biz bunu Həzrəti Əleyhisselamın həyatında görürük ki, nə qədər xanım Zəhraya, İmam Həsənə, İmam Hüseynə, onların qayğısına durmağa köməkli edib. Ev işlərində kömək etmək, kişi əgər kömək edirsə, bunun heç bir qəbahəti yoxdur. Və yaxud xanım hər hansısa bir peşə sahibisə, müəllimdirsə, həkimdirsə və yaxud digər peşə sahibisə, nə gözəl. Amma bütün bunlar onun üçündür ki, bizim üçün nümunə olacaq ailə Həzrəti Əleyhissalam və xanım Fatimə Zəhra salamü aleyhadır. Burada bu iki nəfəri bizə xatırladır. Demək, bu qeyri-İslam alimlər, biz deyək xristiyan, yəhudi və yaxud digər alimlər, indi Qurana qarşı çıxanlar var axı, bugün də var, dünən də var, həmişə olubdur. Araşdırırlar ki, bu Quran necə bir kitabdır ki, bunu biz istəyirik, səhv tapaq, nöqsan tapaq, yandırırıq, buna qarşı çıxırıq və bu insanlar bunu sevir, öpürlər, qoyurlar gözünün üstünə, bilən, bilməyən. Bilir ki, bu ilahi kitabdır, ona bu kifayət eləyir, o sonraki o dərinliklərinə gedmir. Yəni, haradasa kifayətlənir, ən azından görürsən, bugün elə adətlər var ki, bəziləri deyirlər ki, biz də qəbul edirik ki, burada haradasa ifrata varırsansa olmaz. Amma bu insanın içindən gələn bir məhəbbət, bir eşq var bu Qurana qarşı. Əks tərəfdə bunun əksinə gedir, bu məhəbbətin əksinə gedir. Araşdırırlar ki, necə ola bilər bu kitab elə hey oxunur, araşdırılır, bunda möcüzələr tapılır. Bax, bu surə həmən surələrdən biridir. Əbu Ləhəb hələ sağdır. Sağ ikən, onun üçün Quran-ı Kərim buyurur ki, Əbbətiyə də Əbu Ləhəbin əlləri qurusun və qurudu da. O alovlu ateşe gidəcəkdir. Səyəslə narən zaten ləhəb. Bu diri deyə bu insan. Allah buyurur ki, o alovlu ateşe gidəcək. Əbu Ləhəbin ən böyük problemi biz necə idi? Əbu Ləhəb və Əbu Ləhəb kimlərin? Peyğəmbər Rəsulullah ki, dini gətirdi, İslamı gətirdi. Artıq dedi ki, la ilahe illallah deyən nizat tapmışdı. Əşhədü ən la ilahe illallah deyən nizat tapmışdı. Və sonra buyurdu ki, nə? Əşhədü ənnə Muhammədən Rəsulullah bugün də bir dəstə var. Deyirsən, Allah əşhədən la ilahe illallah, biz bunu qəbul edirik. Amma da öz adını da gətirib oraya salırsan, sənə də şəhadət verirsən, peyğəmbərsən, biz bunu qəbul edə bilmərik. Bunların problemi buydu. Bunların qəbul edə bilməyi peyğəmbər edir. Bir peyğəmbər ki, aləmlərə rəhmətdir. Bir peyğəmbər ki, bizim üçün ülgüdür, nümunədir. Allah Teala bunu seçib, din göndərib, sonuncu peyğəmbərdir. Bunlar bunu həzm eləyə bilmirdilər. Və hər vəcdən peyğəmbərimizə qarşı əzab əziyyət. Əbu Ləhəb özü üçün, həyat yoldaşı özü üçün. Quran nə buyurur? Deyir ki, onun qadını üçün, onun odun daşıyan övrəti,
arvadı da, həyat yoldaşı da, həmçinin peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən. Demək, bunun həyat yoldaşı söz gəzdirən olub. Hər vəzdən peyğəmbərə hansısa böhtan, şər, yalan, iftira atmaqla məşğul edir insanların arasında, arvadların arasında. Maalesef bugün də belə insanlar var. Amma Quran-ı Kərim bizə bir misal göstərir Fir'onu. Fir'on da Əbu Ləhəb kimi əzazil insan olub, zalim insan olub. Amma onun həyat yoldaşı Asiya cənnətlə müjdələnən 4 xanımdan biridir. Baxın, görürsünüz, bir evdə zülmətlə nur. Fir'on oldu zülmət, zalim, həyat yoldaşı oldu nur. Asiya xanım oldu nur. Və digər nümunələr, məsələn, Həzrəti Nuh əleyhissalam gəldi, insanları zülmətdən nura çıxartdı, həyat yoldaşı, oğlu, ailəsi getdi, zülməti qəbul edir. Bu nümunələr o. Bunları nə üçün deyirəm? Ailədə ola bilər insanların fikri üst-üstə düşməsin, qadınla kişinin. Amma bugün biz ki, İslamdayıq, dindəyik, dindar insanın, inancı insanın, namaz qılan insanın gərək bu fikirlərdə ixtilafı çox az olsun. Olsa da gərək tez üstünü örtsün. Alimlər, bu qeyri-İslam din alimləri Quranı araşdırırlar ki, bu Quran necə ola bilər? Gəlib bu surəyə çatanda, bu Qurana inanmayanlar, Quranın ilahi vəhy olduğuna inanmayanlar, iman gətirməyən insanlar bu surədən sonra iman gətiriblər. Deyirlər ki, Allah Quran-ı Kərimdə Əbu Ləhəbə nə deyir? Deyir ki, Əbu Ləhəbin əlləri qurusun qurudu da və buyurur ki, o alovlar, atəşlər içinə girəcəkdir. Bu surənin nazil olduqdan 8 il sonra Əbu Ləhəb cəhənnəmə basılıb. 8 il yaşayıb. Əbu Ləhəb də Peyğəmbərimizə qarşı idi. Bu surə ki, nazil olanda ki, sən cəhənnəmə gedəcəksən, alova gedəcəksən, yanacaqsan, o alovlu ateşə girəcəksən, bir dənə deyərdi ki, mən iman gətirdim. Mən iman gətirdim. Bu, sənin bu Allahın göndərdiyi və yox sənin dediyin bu söz yalan oldu. Bir ömür ona deyildi ki, iman gətir, gətirmədi. Və gətirmədi. O alimlər deyirlər ki, Allah öz möcüzəsini və bu kitabın ilahi kitab olmağının ən bariz nümunələrindən birini onlar və bu surəni göstərirlər ki, Əbu Ləhəbin öncədən cəhənnəmə, atəşə girəcəyini deyir. Hansı ki, hələ Əbu Ləhəb ölməmişdir. Bir var insan dünyasını dəyişir, deyəsən ki, bu cəhənnəmə gedəcək. Bir insan diridir. Və bu surədə nazil olub, bu insan 8 il yaşayır. 8 ildə buna deyilir ki, abalam, iman gətir. Bax, deyirlər ki, bunlar hamısı ilahi sirlərdir, möcüzələrdir. Quranın bir daha ilahi bir kitab, bir vəhy olmasına nümunədir. Mən bəlkə də sizlə bölüşmüşəm. Biz indi zahiri tərcümədə nəyə görürük? Mən indi tərcümə elədim də sizin üçün Əbu Ləhəbin əlləri qurusun, o da girəcək, onun övladı, oğlu, malı varı, dövləti ona heç xeyri verməyəcək, həyat yoldaşı iplərdən asılacaq. Bunları dedim. Amma bunun hikmət mənası nədir? Hikmət mənası budur ki, bu kitab, bu Quran-ı Kərim ilahi bir kitabdır. Siz bugün o sosial şəbəkə qəhrəmanlarının bunun izahını versin ki, bu necə ola bilir? Əbu Ləhəb diri ola onun cəhənnəmə, atəşə getməsi barədə ona deyilir. Və onun da şansı var idi ki, iman gətirsin və desin ki, bax, sən yalan deyirsən. Bilirsiniz, bir dəfə sizdən bölüşmüşəm, qoy bir də bölüşüm. Bəzən bir insan 50 il, 60 il, ya 10 il, 20 il yaşayır, deyir, o əbədi cənnətə gedəcək, behiştə gedəcək. Bir insan da 10 il, 5 il, nə bilim, 50 il, 60 il yaşayır, deyir, əbədi cəhənnəmə gedəcək. Sual verirlər ki, alimlərə ki, bu insan 50 il yaşayıb da, 60 il yaşayıb. Bu niyə əbədi cənnətə və yaxud cəhənnəmə geçsin? 60 il geçsin cənnətdə, behiştə qalsın, 60 il cəhənnəmdə qalsın. Cavab budur ki, deyir ki, Allah o insanlar üçün ki, buyurur ki, əbədi cənnətə, behiştə gedəcək. O insanlar bir ömür onlara təbliğ edəsən, danışasan, söhbət edəsən, muizə edəsən, onlara təsir eləməz. Necə ki, Əbu Ləhəbə, Əbu Cəhlə, bu kimi o İslam düşmənlərinə təsir eləmədi. Bir insan ki, 50 il, 60 il yaşayır və iman gətirib, Allah təala buyurur ki, əbədi behiştdə olacaq, deyir ki, nə qədər, 800 min il, nə qədər bu insan yaşasa, onun imanından zərrə qədər azalmaz. O heç vaxt imanından dönməz. Həzrət Əli kimi, imamlar kimi, peyğəmbərlər kimi, övliyalar kimi insanlar, onlar bir nümunədirlər.
nə qədər ömürləri olsa, həyatları olsa, Allaha imanlarından zərrə qədər azalmaz. Digər insana da, kafirə də nə qədər uzun ömür versən, o iman gətirməz Əbu Ləhəb kimi. Əbu Ləhəb bir gün məscidə girir, görür Peyğəmbər Rəsulullah əyləşib. Əyləşib və moizə edir. Gəlir səs-küylə, belə qəribə bir deyir, görünüşü var idi, belə qorxunc bir görüşü var idi. Girir içəri səs-küylə diqqət cəlb edir. Diqqət cəlb edir, girir içəri, cəmaatın bütün diqqətini Peyğəmbərdən özünə tərəf çəkir. Deyir ki, sən deyirsən ki, mən Allahın Peyğəmbəriyəm. Siz də deyirsiniz ki, bu Allahın Peyğəmbəridir. Bax, mən gəlmişəm bura, mənim ona bir sualım var, bir sözüm var. Ona cavab verə bilsə, mən onun Peyğəmbərliyinə şəhadət verərəm. Həzrət baxır ona, təbəssüm edir, gülümsəyir. Deyir, sən iman gətirməyəcəksən. Deyir, yox, gətirərəm. Sən mənim sualıma cavab versən, gətirərəm. Gəlir, əlini qoyur cibinə. O ərəblərin bir cür paltarları var, uzun paltarlar görmüşsünüz də. Əlini qoyur o cibinə. Deyir, mənim cibimdə nə var, onu desən, mən sənə iman gətirərəm. Bu cəmaatı da deyir, şahid tuturam. Həzrət yenə təbəssüm edir, gülümsəyir, deyir, sən iman gətirməyəcəksən. Deyir, de iman gətirəcəksən. Həzrət buyur ki, sənin cibində bir tısbağa balası var. Bu cəmaat baxır, tısbağa balası çıxanda bu görür ki, Peyğəmbər düz deyib, bu Peyğəmbərə iman gətirməlidir, qışqırır, deyir, siz yenə buna inansın, bu sehr elədi, cadu elədi, tilsim elədi. Bu sizi aldadır, gözünüzü yumur. Yəni, hər vəzlə istəyirdi ki, iman gətirməsin. Quran-ı Kərim orada bir ayədə nə buyurur? Deyir ki, sənin nə malın, nə dövlətin, bunların sənə heç bir xeyri olmayacaq. O ki, sən malınla, dövlətinlə, övladlarınla onlara güvənirsən, sən o yığdığın mal var, dövlət və ya övladlarınla öyünürsən, onun ölümü haqqında mən bir dəfə səhv eləmirəmsə danışmışam, bir alimdən eşitmişdim, bir kitabdan oxumuşdum. Amma bugün yenə araşdırma apardım, gördüm, bu dəfə onun ölümünü bir başqa formada yazıblar. Həqiqətən belə insanlar, tarixdə onların ölümləri də o qədər əzazil olur ki, insan təsəvvür edə bilmir. Bədir döyüşündə. Bədir döyüşü üçün Əbu Ləhəb nə qədər minik, pul, insanlar, əskərlər göndərir ki, tək Peyğəmbəri, İslam ordusunu məğlub eləsin. Onların bütün ümidləri o Bədirə idi. Odur, Muaviyə məlun, Yezid məlun, onlar Bədirin qisası ilə yaşayırdılar. Bədirin qisası ilə yaşayırdı və Əbu Ləhəb də o Bədirin qisası ilə yaşayanlardan idi. Fikirləşirdi ki, Bədirdə İslam ordusu məğlub olacaq və hər dəqiqə xəbər gözləyirdi, pul göndərirdi, nəsə müəyyən sovqatlar, zatlar kömək edirdi, hər vəzlə kömək edirdi ki, küfür, kafir ordu qalib gəlsin. Amma İslam ordusu qalib gəlir. Xəbəri eşidəndə, İslam ordusunun qələbə xəbərini eşidəndə dəli olur, xəstələnir. Deyir, o Bədir döyüşündən sonra 7 gün, 8 gün, 10 gün deyir, yaşayır, elə bir xəstəliyə tutulur ki, demək, bu xəstəlik yoluxucu xəstəlik olur. Deyir ki, ma əğnə anhu maluhu və məkəsəb. Malıva güvənirsən, övladlarıva güvənirsən, həmən o mal, övlad sahibi olan, ona güvənən Əbu Ləhəb o xəstəlikdən sonra evdən qovulur. Evdən qovulur öz yaxınları, əzizləri tərəfdə. Gedir, deyir, bir səhraya üstür, hamı ondan üz döndərir. Yəni, 3 gün, 4 gün ondan xəbər olmur. Görürlər, keçən çobanlar deyir, görürlər ki, bir iyi gəlir, bir ifinət iyi gəlir. Yaxınlaşırlar, görürlər ki, kimsə cəsədidir. Gedirlər, övladlarına deyirlər. Deyirlər ki, biz atımız orada ölüb belə. Gəlib yaxınlaşırlar, görür, yaxın getmək olmur. Deyir, uzaqdan hansısa bir vasitələrlə, deyir, yabayla mı, ağaclarla bunu itəliyə bir çuxur qazırlar, o formada onu atırlar ora. Yəni, o şəkildə dünyadan gedir. Baxın, bir ömür Allaha qarşı, İslama qarşı, Peyğəmbərə qarşı çıxır. Axır nəticə nə olur? Qur'anda bunun nümunəsi var. Hələ diri ikən cəhənnəmlə müjdələnən insandır. Bugün bəzi insanlar bilirlər ki, onların dedikləri, etdikləri söhbət, Allaha qarşı, Peyğəmbərə qarşı, dinə qarşı çıxışları belə qalacaq. Bunu Allah Quran-ı Kərimdə bizə nümunə göstərir. Allaha qarşı kim çıxarsa, Peyğəmbərə, dininə, Quranına qarşı. Ona görə mən bugün
Əli Əkbərdən danışdım sizin üçün və bir nümunə də bunu göstərdim. O cavanlarımıza, gənclərimizə deyirəm ki, siz bizim sərvətimizsiniz, siz bizim nemətimizsiniz, xalqımız hərəviz bir evdən, bir eldən, obadan gəlmişsiniz. Allah sizi yerin göyün bəlasından hifz eləsin. Öz qədrimizi bilin, dəyərimizi bilin. Qarşımızda Nimə-i Şaban var. Mən bir neçə məsələyə toxunum. Artıq neçə ildir bizim Sumqayıt Cümə Məscidi Nimə-i Şabanı keçirir, əhya saxlayırıq biz, o ibadət, itaatləri edirik. Burada əməllər var. Əsasən bunlar hamısı Məfatil Cinan kitabında. Məfatil Cinan kitabında hamısı öz əksini tapıb. Nimə-i Şaban, Şaban ayının 15-i. Yəni 14-ündən 15-inə keçən gecə. Şabanın yarısı. 12-ci imamımız İmam Zaman ağanın mövludu. Bəraət gecəsi, amnistiya gecəsi, əf gecəsi, bağışlanma gecəsi, dualar qəbul olunan gecə, xüsusi imtiyazlarla dolu bir gecə. Eynən Qədr gecəsi kimi, Leylətul Qədri xayrun min əlfi şəhr. Qədr gecəsindən sonra buyurur ki, ən fəzilətli gecədir Nimə-i Şaban. Və bu ayda dedi ki, Peyğəmbərimizin ayıdır. Birinci əməl insanın yaxşı olar ki, həmən günü qusl etməsidir. Demişik də, yəni bu aylarda qusla çox üstünlük verir. İnsan var, deyir, mən çimirəm, çimirsən, əcəb edirsən. Elə bu çiməndə elə orada deyilən ki, bir niyyət elə ki, qusl edirəm, Nimə-i Şabanı, Şaban ayının 15-ci gecəsinin quslunu edirəm, Allaha yaxın olmaq üçün. Çiməndə bunu de, məsələ bitisində. Yəni qusul niyyət ruhla bağlı, mənəviyyatla bağlı bir işdir. Bəziləri hələ də qoyulə toxunun burada da qusul çox sadədir. Ola bilər içimizdə bəziləri təzə gəlir, bilmir, öyrənin, bir-birimizdən öyrənin. Biz də öyrənə gedirik, oxuyuruq, oradan buradan soruşuruq. Niyyəti ki elədin, başını yuyursan, sağ tərəf ayağın son barmağına kimi, sol tərəf ayağın son barmağına kimi qusul bu şəkildə olmalı. Baş, sağ, sol. Və hər dəfə də buna diqqət edin, öyrənin, bunu bilin. Çünki o qədər əziyyət çəkirsə, onun şəri məsələsini bilməsəz, quslunuz da naqis olar. Niyə öyrənməyəsiniz? Burada şəriətdə qəbahat bir şey yoxdur. Birinci məsələ demək nə oldu? Qusl etmək. İkinci məsələ, ziyarətlə bağlı bayaq dedi ki, cavanlarımız məsələn bu gün ziyarətlərə gedirlər. Allah hamımıza bu ziyarətləri nəsib eləsin. İmam Hüseyn Əleyhisselamı xüsusilə ziyarət etmək, yaxından, uzaqdan, dua kitablarına baxın, İmam Hüseyn Əleyhisselamın ziyarətnaməsi var, Şaban ayının əməllərindən biridir. Tövsiyə olunan dualardan biri Kumel duasıdır. Kumel duası hər cümə axşamı oxumaq tövsiyə olunur və çox tövsiyə olunur və bizim məsciddə də oxunur hər cümə axşamı və tövsiyə olunurdu ki, demək, Nimə-i Şabanda inşallah biz əyləşsək, bir yerdə olsaq, duayı Kumeli oxumaq təkid olunur. Nimə-i Şabanın namazları çoxdur. Ən çox tövsiyə olunan namazlardan biri Cəfəri Təyyar namazıdır. Biz onu burada məsciddə hər Nimə-i Şabanda qılır. Onun da şərtləri dua kitabında var. Şabaniyə salavatı, bu hər dəfə biz oxuyuruq. İlahi Muhammed və Ali Muhammedin əhli beytinə salam, salavat olsun gündə Şabaniyə duasını oxuyuruq. Tövsiyə olunubdur ki, o duanı xüsusilə Nimə-i Şabanda oxumaq tövsiyə olunubdur. Və bir zikir, Subhanallahi və elhamdülillahi və la ilahə illallahu və allahu akbar. Bu zikri də ən azından 100 dəfə zikir etmək həmən gecə. Və bu gecənin, yəqin ki, bu əməlləri edən insan gecə oyaq qalır da, bu gecənin əməllərindən biri də oyaq qalmaqdır, əhya saxlamaqdır, eynən əhya gecəsi kimi ibadət, namaz, Quran oxumaq, dua etmək, zikr etmək, təsbih, hər hansı bir ibadət, zikirlər, salih əməllər, yaxşı işlər görmək bu gecənin üstünlüklərindəndir, savablarındandır. Ki inşallah biz həm İmam Zaman ağanın mövludunu qeyd edəcəyik, həmən gecə həm bu əməlləri yerinə yetirəcəyik. İnşallah Allah sizləri var eləsin, Allah o üzümüzə gələn Nimə-i Şabanı da hər birimizə mübarək eyləsin inşallah. Bismillahirrahmanirrahim. İnna ataynakal kavsar fəsalli li rabbika vanhar. İnne şaniqə və ləbtər. Sədəqallahu ləl-əzim.